Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Media təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bugünkü qonağım Araz Xandır, siyasi şərhçi və son prosesləri müzakirə edəcəyik. Təbii ki, Azərbaycan-Ermənistan sülh gündəliyi daim aktivdir və bu istiqamətdə açıqlamalar verilir, çox maraqlı açıqlamalar verilir, bizi sevindirən açıqlamalar verilir və artıq görürük ki, istədiyimiz istiqamətdə işlər gedir. Araz xanla danışacaq. Araz, Ermənistan rəhbərliyi ümumiyyətlə əvvəllər olduğu kimi deyil, bu istiqamətdə açıqlamalar vermirlər. Əvvəl gördük ki, Odlu çıxış edirdi. Təbii ki, bu da başa düşüləndi, daxili auditoriyasına işləyirdilər, məğlub olmuş bir dövlət idi. Amma indi görürük ki, heç auditoriyası da artıq Ermənistanın o açıqlamaları sevmir. Çünki əvvəl digər klanlar var idi də orada səs-küy yaratmaq istəyən qüvvələr var idi. İndi çıxış eləyəndə onlara heç baxan da yoxdur. Xanlar, əvvəla salamlayıram hər birinizi, bütün tamaşaçılarımızı. Qeyd edeyim ki, tək daxili auditoriya məsələsi deyildi bu. Onların o Dalovlu çıxışları ümumiyyətcə anlamırdılar. Azərbaycan prezidenti dediyi kimi bu sülh dövründə heç vaxt yaşamamışdıq deyə. Onlar bu sülhə inanmırdılar. Onların belə bir anlayışı yox idi ki, qonşuların necə sülh şəraitində yaşamaq olar. Onlar daim aqressiya göstərirdilər və zamanla anladılar. Yəni biz son 5 ilə nəzər salaq, heç 30 il demirəm, son 5 ilə nəzər salaq. Əvvəlcə biz deyəndə ki, sülh lazımdır. Artıq müharibə dövrü bitib. Belə etiraz eləməyə başlayırdılar ki, bu sülh nəsə bizim əleyhimizə olacaq. Azərbaycan prezidenti qısa müddətdə o sülh şərtlərini irəli sürəndə hamılıqla bunun əleyhinə getdilər. Ya, belə bir şey mümkün deyil. Bu bizim ərazi bütövlüyümüzə, suverenliyimizə nə heç aidiyyəti mi var? Orada hər şey beynəlxalq hüquqla belə nəzərə alınmışdı ki, dövlətlər bir-birinin ərazisini tanısın, dövlətlər bir-birinin suverenliyinə hörmət eləsin. Amma buna belə etiraz edirdilər. Ya, Azərbaycan deyirsə, deməli bizim əleyhimizədir. Yəni bir düşüncə var idi. Zamanla qəbullandılar və dedilər ki, yox, bu əslində bizim üçün də məqbuldur. Bu şərtlər bizim üçün də məqbuldur və bizim deyən məsələyə gəldilər ki, sülh lazımdır. Biraz da vaxt keçdi, xanlar. Deməli, bunlar Azərbaycan prezidenti irəli sürdüyü o 3 tərəfli bəyanatdan hələ 20-ci ildə Zəngəzur dəhlizi məsələsi ortaya atıldı. Ya, onlar üçün də, bizim üçün də belə hələ yeni bir ifadə idi bu. Zəngəzur dəhlizi ortaya çıxanda bunlar ümumiyyətcə belə saç yolduya başladılar ki, bu necə ola bilər? Yəni bizim ərazimizdən hansısa bir Azərbaycan istifadə eləsin, müəyyən bir kütlə onu eləyir də, o qruplar. Hamılıqla eləyirdilər. Müxalifət də, hakimiyyət də, bütün cəmiyyət də. Çünki anlamırdılar ki, bu necə baş verəcək. Və zaman keçdikcə anlamağa başladılar. Zaman keçdikcə o qırmızı xəttimizdir, bizim suverenliyimiz burada əldən gedir falan deyənlər yumşalmağa başladılar ki, buradan qazana da bilərik. Bu qazana bilərik söhbətindən sonra başladılar daha çox bunun müsbət yönlərini araşdırmağa. Araşdırdıqca gördülər ki, yox, bu əslində bunlar üçün qazanclı, mənfəətli bir layihədir. Və indi biz daha çox elə Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları Ermənistan tərəfdən eşidirik. Paşinyan demək olar bütün çıxışlarında bundan danışır və Paşinyanın son çıxışına gələk. Son çıxışlarının birində sülhdən və deyək ki, oradakı o dəhlizlərin açılması məsələsindən danışır ki, Ermənistan üçün əsas təhlükəsizlik zəmanəti məhz bu iki amildir. Sülhdür və dəhlizlərin açılması. Hansı ki, etiraz eləyirdi. Biz 5 il bundan qabaq deyirdik. Deyirlər ki, salam əleyk. Biz neçə ildir nə deyirik sizə? Ya, biz də deyirik ki, bu sülh də budur, əməkdaşlıq lazımdır ki, sizin üçün təhlükəsizlik zəmanəti olsun. Paytaxt gəzirdilər. Moskvaya gedirdilər, Brüsselə gedirdilər. İmdad diləyirlər. Bizə təhlükəsizlik verin, təhlükəsizlik zəmanət verin. Təhlükəsizlik zəmanətini Azərbaycan verir də sənə. Azərbaycandan başqa sənə kim təhlükəsizlik zəmanəti verə bilər? Yəni müharibə olanda sənə KTM-dən gəlib bura müdaxilə edə bilərdimi?
Yox, çünki biz öz ərazimizdə döyüşürdük. Yəni də. Ya Rusiyası olsun, nə bilim, Brüssel olsun, Makron olsun, kim gəldi sən müdafiə eləyə bildi? Sözdə eləyirdilər, amma əməldə heç kim bunu eləyə bilməz. Axı burada Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir iş görmürdü. Və belə bir proses keçdi. O kənarda təhlükəsiz zəmanəti axtaran Paşinyan axırda anladı ki, təhlükəsiz zəmanəti sən demə, elə mənim yanımdakı Azərbaycan verə bilər sülhlə, dəhlizlərin açılması ilə, hansı ki, bunu Azərbaycan prezidenti artıq 5 ildən artıqdır səsləndirir və artıq o Əvvəl də deyirdi. Sadəcə bu 5 ildən sonra əvvəlki şeydə qulaqlarını tutmuşdular. Yəni nə görmürdülər, nə eşitmirdilər. Yəni belə bir şey yox idi. Amma son 5 ildə məcbur oldular. Biraz qorxu, gözlərini açdılar, qulaqlarını tutdular, sonra qulaqlarını açdılar. Qorxu gəldi ki, bunlar bizi müharibədə uddular. İncidəcəklər, ağlar özlərinə gedib baxır. Güclüdülər. Biz bunlarla nəsə dediyinə qulaq asaq gör, nə istəyirlər vəbşə də, ümumiyyətcə də bunlar. Belə bir dövrdə bunlar yavaş-yavaş sənə qulaq asmağa başladılar. Qulaq asdıqca o məntiqli məsələlərə əvvəlcə etiraz eləsələr də, yavaş-yavaş o məntiqli bizim təklifləri araşdırdılar və gördülər ki, burada təhlükəli bir şey yoxdur. Əslində onların təhlükəsizliyinin özəyi məhz Azərbaycanla əlaqələri qurmaq, Azərbaycanla sülh, Azərbaycanla o kommunikasiyaları açmaqdan keçir. Ümumiyyətlə Azərbaycandan Ermənistana 788.8, yəni 800 minə yaxın, 800 min ABŞ dolları dəyərində məhsul ixrac edilib Azərbaycan tərəfdən. Və adamlar hələ heç nə yoxdur, ortada dəhliz açılmayıb, heç bir şey eləməyib. Gürcüstan yolu ilə hələ gedir. Gözlərini açdılar, bağladılar ki, artıq 1 milyona yaxın dollar dəyərində məhsulumuz oradadır. Bunlar indi başa düşdü ki, biz qıraqdan, oradan, o taydan, bu taydan nəysə istədiyimizi, elə qonşudur da, qonşudan gedib qapını döyürsən ki, səndə duz varsa sən Allah, mənə duz ver. Yanacaq varsa sən Allah, yanacaq ver. Yanacağı 2 qat olurdular qapılarda ki, bizə neft, minnətlə özü 3 qat baha, 2 qat baha. Minnətlə neft verirdilər, benzin verirdilər və artıq minnətsiz qonşuda var. Daha tez. Satıram, alırsan, gəl al. Yəni heç bir minnət yox, ortada bir şey yox. Və o ilk proses ki var idi, bütün qadağaların götürülməsi. Hər şey oradan başladı. Qadağalar götürüldü və onlar da ayırdılar ki, Azərbaycan bizə qarşı necə bir böyük jest elədi. Bizə taxıl lazımdır, taxılın gəlməyinə şərait yaradır. İstər Rusiyadan, istər Qazaxıstandan məhsulun gəlməyi üçün heç bir problem yaratmır və qısa yolla ucuz qiymətə istədikləri məhsulu ala bilirlər. Ardından Azərbaycan nefti getdi. İndi maye qazın ötürülməsi ilə, alışı ilə bağlı danışıqlar gedir. Hansı ki, Azərbaycan vasitəsilə bu da tranziti həyata keçiriləcək. Danışıqlar gedir, indi bu danışıqlar müəyyənləşdirəcək və belə bir proses getdi. Anladılar ki, yəni səhv eləmişik də qardaş. İş adamları da anladı, səhv eləmişik. İş adamları anladı, yerli cəmaət anladı, bizim neftin keyfiyyətinə bağlı onlarda bir suallar vardı. Yəni bütün mərhələlərdə anladılar ki, səhv eləmişik. Azərbaycan bizə daha çox əməkdaşlıqdan qazanc verə bilər, nəinki onlarla düşmənçilikdən belə deyək, çox ziyan gördük. Orada 30 ildir gedib qısılmısan bir küncə, onun bunu verdiyi ilə dolanırsan. Hardan hara gəldilər? Miyatsum dedilər, Azərbaycan ərazisində göz dikdilər. Qarabağdan sonra Yevlağı da alarıq, Gəncəni də alarıq, Bakını da alarıq dedilər və indi deyirlər ki, səhv eləmişik, Qarabağ Azərbaycandır, bizdən çox işlədilər o ifadəni. Bu proses bura gəldi və sülh üçün də sanki elə danışırlar ki, neçə ildir sanki bunlar deyirmiş bizə sülh lazımdır. Halbuki biz bayaq dediyimiz kimi sülh adı çəkəndə qulaqlarını tuturdular ki, belə bir şey olmaz. Yəni biz Azərbaycanla sülh şəraitində yaşaya bilməliyik. Hətta enerji sistemi məsələsi də ön plandadır. Azərbaycan və Türkiyə çox qəribə gəldi mənə. Təsəvvür eləyin ki, indiyə qədər o mənəmdir, nə bilim qışqır bağır salan, ay nöqtə, nə bilim vergül, belə danışan adam indi artıq fərqli bir formatda yanaşır. Əslində bu siyasətdir. Yəni bu o vaxtı o tələbləri idi. Adam öz kütləsini, hakimiyyətdə qalmaq, o öz gücünü göstərmək, o rəqibləri məhv eləmək üçün onu deməli idi. Amma bir fikirləş də nə deyirsən? Xanlar, nəzərə alaq, bax, işğal dövründə
Azərbaycanın su ehtiyatları onların nəzarətindədir. Bizə su lazım olan vaxt su belə deyək, çayların qarşısında kəsirdilər. Yayda kəsirlər, qışda verirlər ki, hansı vaxt ki su lazım deyildi, suyu bol buraxırdılar, ərazilər suyun altında qalırdı. Yəni bizi bu cür su terroru ilə sularımızı çirkləndirirdilər. Bəli. Ya bizə çox bu barədə çox əziyyət çəkmişik. İndi amma bu sülh şəraitində, sülh dövründə hətta enerji resurslarından birgə istifadə məsələsi, yəni nə mənada ortaq bütün Qafqazın enerji hubun yaradılması, vahid məkan kimi görmək məsələsi gündəmə gəlir ki, Türkiyənin, Ermənistanın, Azərbaycanın elektrik enerjisinin bir sistemli şəkildə vahid işlənməsi məsələsi gündəmə gəlir. Yəni bu nə verəcək? Həm Ermənistan, həm Azərbaycan tələbatından artıq elektrik enerjisi belə deyək istehsal edə bilir. Bunun artıq ixracı rahatlaşacaq. Biz sizdən həmişə danışırıq burada Qafqazın ayrı-ayrı ölkələr kimi yox, investorlar üçün də vahid məkan kimi dəyərləndirilməsi. Bu enerji üçün də keçərlidir. Bu digər məsələlər üçün də keçərlidir. Biz nə vaxt ki bir yerdə hərəkət eləyəcəyik, biz nə vaxt ki ortaq layihələr ortaya qoyacağıq, bunu icra eləyəcəyik, o vaxt bura o kənar qüvvələrin müdaxiləsi də azalacaq, imkanları azalacaq. Azərbaycan, Ermənistan birgə oturub danışanda görə yadınızda da əvvəllər necə etiraz edirdilər ki, birbaşa təmaslara ki, yox bizim yanımızda hansısa bir ölkənin nümayəndəsi olsun, Makron olsun, nə bilim digər üçüncü bir böyük qardaş olsun. Böyük bir qardaş olsun ki, birdən mənə əlimizdən tutansa. Amma indi artıq başa düşürlər ki, yox biz oturub özümüz danışdıqsa nə qədər səmərəli olur. Yəni o üçüncü qüvvələrin də burada belə o lor dildə desə payı yoxdur. Artıq sən birbaşa Azərbaycanla danışırsan və burada 5 sənin, 5 mənim işləyir. Sən öz dövlətinin marağını, biz öz dövlətimizin marağını ortaya qoyuruq və ortaq maraqlardan çıxış eləyə bilirik. Hansı ki o digər üçüncü tərəfin marağı artıq yoxdur burada. Nə qazanacaqsa biz qazanırıq. Nə itkimiz varsa bizim itkimiz. Yəni ki, burada o tutaq ki, ticarətdən itkimi var, qazanc. Əslində əməkdaşlıqda həmişə qazanc olur. Yəni itki də olmur, amma yəni ümumiyyətlə yəni ki, burada kənar qüvvələrin müdaxiləsi bizə itki verirdi zamanla. Artıq onlar yoxdur. Biz birbaşa özümüz layihələrimizi icra eləməliyik. Bu tutaq ki, ortaq enerji sisteminin qurulmasından tutmuş, dəhlizlərin açılmasından tutmuş, bütün məsələlərdə öz hələ çox işlər görəcəyik. Sadəcə zamanla. Onlar başa düşdü ki, bir məhdudiyyəti aradan qaldırılmamız bir neçə aydır da. Yəni bir neçə aya artıq özləri təklif edir ki, enerji sistemini birləşdirək. Yəni bu enerji təhlükəsizliyi, bütün dünya bundan bu dəqiqə fikirləşir. Yəni adamların təhlükəsizliyi belə yoxdur da. Çünki o qonşusu da, bu qonşusu da dünyaya enerji sat, yəni qaz sat. Zəngəzur dəhlizinin işə düşməsində bu məsələlər də öz əlində tapır xanlar. Yəni biz onu özündən demir ki, biz enerji sistemimizi birləşdirdik. Əslində Zəngəzur dəhlizi tək avtomobil və dəmir yolları keçidi deyil. Tək nəqliyyat logistika deyil. Bəli, tək bu məsələ deyil. Burada enerjinin də ötürülməsi məsələləri də gündəmdədir və bu baxımdan bu Paşinyan layihəsi kimi görünməməlidir. Bunu Azərbaycan prezidenti vaxtında Zəngəzur dəhlizi açılmalıdır deyəndə bütün o komponentlər nəzərə alıb, enerji də daxilində ki, burada insanların da rahat keçid təmin olunmalıdır, Naxçıvanla Azərbaycan arasında maneəsiz keçid olmalıdır, dəmir yolu olmalıdır, avtomobil yolu olmalıdır və enerji resurslarının ötürülməsi üçün elektrik, tutaq ki, buradan Avropaya kimi sən enerji ötürə bilərsən, vahid sistemə qoşulandan sonra. Yəni ki, sən Türkiyə, Ermənistan, Azərbaycan ortaq layihə olanda, sən burada qoşulanda avtomatik oradan Avropaya çıxışı olur sənin elektrik enerjinin. Naxçıvanı enerji ilə təmin edə bilirsən birbaşa buradan. Yəni ki, bu imkanlar açılır bizim üçün. Yəni, bu baxımdan demək istədim odur ki, bu layihənin özü belə Azərbaycanın irəli sürdüyü o Zəngəzur dəhlizinin içərisində öz belə deyək, əksini tapıb. COP17 ilə bağlı da dəvət göndəriblər. Ümumiyyətlə iştirak göndərmək istəyirlər. Hələ istəyirlər. Yəni düşünürlər, əslində mətbuatda bunu yaymaqla bizim reaksiyamızı öyrənmək istəyirlər. Mətbuat üzərindən göstərirlər ki, bizim belə bir fikrimiz var. Təşəbbüsümüz var, amma bir dəfə də elə bir şey olmuşdu səhv eləmirəmsə. Aprel ayında hansısa bir tədbirlə bağlı dəvət olunmuşdu. Xanlar, əvvəlcə biz gördük bu qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti arasında bu əlaqələr quruldu. Növbəti mərhələdə tədbirlər də ola bilər. Yəni ki, burada bir müəmma görmürəm, burada bir
başqa bir niyyət axtarmağa ehtiyac yoxdur. Amma hər şey asılı olacaq. Bu tədbir COP17 səhvləmirəmsə oktyabr ayındadır. Bəli, Və bəli. bunların iyun ayında seçkiləri var. Parlament seçkiləri, referendum. Oktyabrın 18-30-u aralığında. Bəli, COP-un tədbiridir o. İyun ayında da, yayda da bunların o seçkiləri var. Məncə hər şey iyun ayında həll olacaq. Həll olacaq, ha. Əgər sülhə hə demiş olsalar həmin seçkilərdə, konstitusiyalarını dəyişsələr və parlamentdə Paşinyanın üstünlüyü olsa, heç bir belə deyək, maneə qalmayacaq bizim Ermənistanda tədbirdə iştirak etməsin, onların burada. Təbii ki, bu dövlətin qərarı nasıl olacaq? Amma yəni ki, burada maneələr qalmayacaq. Hə, gedişat ona gətirəcək ki, əgər siz sülhə hə deyirsinizsə, biz burada iştirak edə bilirik. Yox deyirsinizsə, biz digər variantlar üzərində artıq öz işimizi davam elətdiririk. Yəni hər şey yəni ki, iyun ayında cavabını tapacaq. Çox təşəkkür edirəm Aras. Mən təşəkkür edirəm xanım Ərz. Var olun, minnətdaram fikirlərinizə görə və Gündəm Qarabağ verilişi bunu da yekunlaşır. Siz isə bizi dinləməkdə, izləməkdə davam edin. Bugünkü qonağım siyasi şərhçi Aras xanımdır.